Deməli, bizim bugünkü dərsimiz, yəni ilk dərsimiz vergi sözünün ilkin anlayış və terminləri haqqındadır. Çünki bu daha çox vergi məcəlləsində olan 13-cü maddə ilə bağlıdır. Bu anlayışlar doğru anlaşılmayanda, yəni doğru izah verilməyəndə, yəni maddəni başa düşülməsi həm çətinlik yaradır, həm də iki mənalılıq və çox mənalılığa gələ bilər. Bu terminlər vergiyə uyğun özünə məxsus terminlərdir. Və adətən fikir versəz görərsiniz ki, qanunlarda, məcəllələrdə adətən əvvəldə terminlər verilir və deyirlər ki, bu məcəllədə, bu qanunda bu termin bu mənadadır ki, yəni başqa şəxslər digər mənaya yozmasınlar. Bu da vergi məcəlləsində 13-cü maddəsi ilə bağlıdır. İndi irəliləyən dərslərinizdə görəsiniz ki, bu bizə çox kömək olacaq bu terminləri. İlk öncə məsələn 13-cü maddənin 2-1-ci yəni maddəsi var. İlk şəxs mənası. Şəxs deyən nə nəzərdə tutulur? Şəxs deyəndə fizik şəxsi başa düşür, hüquqi şəxsi, qeyri-rezidentin daimi nümayəndəliyini, filialı və digər bölməsi. Yəni nə demək? Fiziki şəxs o ki, vətəndaşdır. Bunlar biznes fəaliyyətlə məşğul olmaqdır. Bunun içində tələbə də ola bilər, pensioner də ola bilər, işləməyən şəxslər də ola bilər. Yetər ki, bunlar yəni biznes, özünə məxsus biznes fəaliyyətlə məşğul olmasın. Yəni bir vönü olmasın. Bu olur artıq şəxs məsələsi. Bu bir. Digər tərəfdən bu fizik şəxs bunlar. Hüquqi şəxs o ki, o dövlət qeydiyyatından keçir və müəyyən bir ad altına fəaliyyət göstərir və bir vön adı altına fəaliyyət göstərir və onun xüsusi bir ünvanı olur, nizamnamə sənədi olur, səhmlər olur, səhmlərin qiyməti bu cür yəni bir təşkilat hüquqi formadır. Üçüncü, burada qeyd etdiyimiz qeyri-rezidentin daimi nümayəndəliyi isə bu nədir? Qeyri-rezident nədir? Yəni xarici, məsəl üçün, ölkə şirkətinin bizdə yaratdığı daimi nümayəndəlikdir. Yəni o daimi nümayəndəlik vasitəsilə xarici şirkət gətirir, burada bir filial açır və onun vasitəsilə burada fəaliyyət göstərir. Və onun filialı da bura daxildir, həmçinin digər bölməsi də bura daxildir. Görək, bu digər bir şəxs fizik şəxsə necə tərif verir, görək baxaq. Deyək ki, Azərbaycan Respublikasının vətəndaşı, yəni bizim vətəndaş, əcnəbi və vətəndaşlığı olmayan şəxs. Yəni, əcnəbi vətəndaşdır. Vətəndaşlığı olmayan şəxs də olsa, bu fizik şəxsdir. Fərdi sahibkarı necə tərif verir? Fərdi sahibkar deyir ki, fərdi sahibkar biz necə tərif verə bilərik? Ayrıca bir xüsusi bir tərifi yoxdur. Yəni, çünki fərdi sahibkarın özü də bir fiziki şəxsdir. Deyir ki, fərdi sahibkar vön əsasında, yəni kommersiya fəaliyyət göstərən fiziki şəxsdir. Yəni, fərdi sahibkarın özü də fiziki şəxsdir. Yəni, adından görünür, fərdi, yəni şəxsidir, yəni bir şəxsdən söhbət gedir, fərddir. Yəni, bir şəxsin sahib sözü sahibdir. Yəni, bir şey sahiblənmək, yiyəsi olmaq mənasında. Kar da, kar, yəni türklərdə kar deyirlər da, yəni mənfəət. Sahibkar, yəni mənfəətin təkcə sahibi demək. Yəni, hərfin mənada o deməkdir. Mənfəətin təkcə sahibi. Gördünüz? Yəni, bunlar təbii ki, ikisi də məsələn, sahib sözünün özüdür ərəbcə. Fərdi sahibkar nədir? Fərdi sahibkar bir təsis olur. Yəni, vön da, mən vön nüsxəsində göstərəcəm, görəsiniz burada. Bax, məsələn, vön şəkili budur. Fikir verirsiniz, burada yazılır ki, vönü budur. Vön adətən 10 rəqəmli olur. Ancaq burada şirkətin adı yazılır, fikir verirsinizsə. Qayə araşdırma mərkəzi. Bu fərdi sahibkar olsaydı, məsələn, olsaydı ki, Ağayev Samir Səxavətoğlu'nun adına
burada artıq mənim adım yazılacaqdır və mənim bir təşkilat hüquqi formamda olmayacaq. Yəni belə bir şey olmur ki, yəni fərdi sahibkar təşkilat hüquqi formu olmur. Məsəl üçün, görürsünüz, məsələn, biz burada bir təsis olur. Yəni bir vüün adı altında fərdi sahibkar statusunda biznes fəaliyyətlə məşğulluqsa, bu zaman orada iki ad qeyd olunan, iki onun sahibi, yəni ortağı ola bilməz, iki payçı ola bilməz. Və yaxud deyək ki, məsələn, fərdi sahibkar anlayışında deyə bilərik ki, məsələn, təşkilat hüquqi formu olmur. Nə deməkdir? Yəni orada yəni olmur ki, MMC-dir, yəni məhdud məsuliyyət cəmiyyətdir, ASC-dir, açıq səhmdar cəmiyyət, GSC-dir, qapalı səhmdar cəmiyyətdir, belə bir anlayış olmur. Bu təşkilat hüquqi formu olmadığına görə səhm anlayışı da olur. Çünki səhm anlayışının olması üçün orada təşkilat hüquqi formanın olması lazımdır. Bir dənə təhcə özüdür. Hə, təbii ki, şirkət daha böyük bir anlayışdır. Bir brend adı altında fəaliyyət göstərən fərdi sahibkar elə deyil. Səhm anlayışı yoxdur və paylarda satıla bilməz. Yəni necə? Yəni mən fərdi sahibkaram, vönümü kiməsə satıram, belə bir şey olmur. Çünki bir ad, elə adı da, onun adı, soyadı, ata adı da elə o biznesin bir brend, biznesin adı hesab edilir. Nizamlama kapitalı anlayışı yoxdur. Çünki niyə? Nizamlama kapitalının anlayışı olmasın, səhm anlayışının olması lazımdır. Mən qarşıda o sənət nümunələrini sizə göstərəcəm. Yəni, niyə? Nizamlama kapitalı biz maliyyə çotuna bilirik ki, səhmlə bağlı olan anlayışdır. O anlayış olmadığına görə orada, yəni səhm anlayışı olmadığına görə burada nizamlama kapital anlayışı da yoxdur. Yəni, ilkin kapital deyə bilərik. Niyə? Və ya ad soyad ata adı altında fəaliyyət göstərir. Və yaxud başqa biraz da dərin. Nizamnamə kapitalın anlayışı olmadığına görə nizamnamə sənədi də olur. Nizamnamə sənədi də olur. Sonra ad soyad ata adı altında fəaliyyət göstərir. Ad soyad ata adı elə dolayı yolla, yəni məcazi mənada onun elə şirkətin adı deməkdir. Yəni fərdi sahibkar ya xüsusi bir ad qoyur. Məsələn, Qayə Araşdırma Mərkəzi qoyur və ya Qayə MMC qoyur. Belə bir adı. Ya da ki, adın qoyur ki, Ağayev Samir Səxavət oğlu bu biznes fəaliyyətindən məşğul. Yəni biznes fəaliyyət ya fərdi sahibkar kimi belə məşğul olmalıdır. Ya da bir şirkət adı altında yəni fəaliyyət göstərməlidir. Fərdi sahibkarın möhür almaq məcburiyyəti yoxdur. Çünki möhür almaq məcburiyyəti ancaq yəni əgər möhür olarsa ad, soyad və ata adı göstərilir. Bunu da biləsiniz. Ancaq şirkətdə belə deyil. Onun mütləq bir adı olması lazımdır. Niyə? Çünki buyur. Buyurun, dinləyirəm. Hökm müəllim, deyirdim, aydındır. Hüquqi şəxs nədir? Tutaq ki, hüquqi şəxs nədir? Fərz eləyək ki, necə deyil? Hüquqi şəxs deyil ki, Azərbaycan Respublikasının və xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış. Görürsünüz. Fərdi sahibkar da fərdi sahibkar statusunda yaradılmış. Müəssisə və təşkilatlar. Tutaq ki, təsisçi, mən burada 50%, məsələn, qoymuşam ki, burada 50%. Tutaq ki, Ağayev Samir Səxavət 50% mənim. Yəni buna məxsusdur. Bəşir Amil məsəl üçün Vaqif oğlu. Buna da 50% məxsusdur. Yəni hüquqi şəxsdə hüquqi şəxsin yəni fərqi nədir? Hüquqi şəxsin məsəl üçün adı olur. Şəxsin müəyyən ad altında fəaliyyət göstərir.
fəaliyyət göstərir. Təbii ki, onun indi biz qarşıda görəcəyik hansı sənədlər, hüquq şəxs müəyyən adam və pay səhm anlayışı var. Səhm anlayışı birbaşa pay anlayışından bağlıdır. Yəni hüquqi şəxsin birdən artıq səhmdarı ola bilər. Tutaq biz burada fərz eləyək ki, yəni səhmdar olmaq nə deməkdir? Yəni səhm sözü, dar sözdə yəni sahibi demək. Yəni səhmdar demək nə demək? Səhmin sahibi və yaxud payın sahibi. Yəni payı təsdiq edən sənədə səhm deyil. Hı hı. Tutaq ki, burada fərz eləyək ki, payların miqdarı 100 ədəd. Miqdar anlayışı var, yadda saxlayın. Bir də nominal qiymət var. Nominal qiymət deyəndə bir sənədin üzərində yazılan qiymətdir. 100 ədəd səhm varsa, onun da nominal qiymət 100-ü vursun ona eləyir Min. və bəli, eləyir nizamlama kapitalın dəyərini alır. Buyur. Ne oldu? Sual var bura kimi. Xeyr, xeyr, yoxdur, aydındır. Hə. Nizamlama kapital başa düşdük ki, payın miqdarını səhmə vurur nizamlama kapital. Nizamlama kapitalı biz necə ifadə eləmişdik? Demişdik ki, müəssisə dövlət qeydiyyatına alınması məqsədi ilə səhmdarlar tərəfindən pul və yaxud digər əmlak formasında elə qoyulan ilkin kapitaldır. İlkin kapital. Bununla bağlı bizdə qanunvericidə xüsusi bir məhdudiyyət yoxdur ki, yəni mütləq nizamlama kapitalının minimum həcmi filan qədər olmalıdır. Belə bir, yəni kiçik və orta biznesdə belə bir şey yoxdur. Banklarda var məsələn. Banklarda əgər sən bank açmaq istəsən 50 milyon manat. Hı. Və yaxud deyirsən ki, mən kredit təşkilatı açmaq istəyirəm 1 milyon manat. Məsəl üçün. Hı. Yəni burada xüsusi bir məhdudiyyət. Onun da səbəbi odur ki, yəni dövlət maraqlıdır ki, yəni insanlar şirkət açmağa meyilli olsunlar. Başqa ölkələrdə müəyyən bariyerlər var. Razıyam. Görək, yaxşı, müəssisənin ilkin təhsis sənədləri. Təhsis nə demək? Bir şey təhsis etmək, yaratmaq demək. İlk öncə müəssisə ilkin təhsis sənədləri. Asıl imza sertifikatı lazım. Yəni bir şirkət təhsis eləmək üçün. Bilməm, asıl imza sertifikatını təcrübədə görmüsünüz, görməmişsiniz. Adi bir nömrədir. Azersel, Baksel və Nara nömrəni alır. Sadəcə ona bir funksiya birləşdirirlər ki, yəni o sənə elektron, həm ora fiziki özə aid şeylər elektron hökumət portalında eləyə bilərsən. Müəyyən arayışlar ala bilərsən. Müəyyən, yəni sənədlər qeydiyyatdan keçirə bilərsən. Həm bu funksiyanı istifadə edə bilərsən, həm də bunu öz biznesi üçün istifadə edə bilərsən. Nə üçündür? Yəni o biznesi təsdiq üçündür. Məsəl üçün, bir sənədi hazırlayanda sənə yəni orada kodlar olur. Həm PIN 1 olur, həm PIN 2 olur. O kodda gəlir, sən bu kod vasitəsilə həm əməliyyatı bir ilkin variantın, yəni draft versiyası, ilkin variantını hazırlayırsan, sonra da onu təsdiq edirsən. Təsdiq edəndən sonra artıq o elektron sistemdən dövlətə göndərilir. İkinci sənəd nədir? Çünki şirkət təhsil etmək üçün mütləq asılı imza sertifikatı lazımdır. Asılı imza sertifikatı nədir? Şəxsiyyət vəsiqəsi statusunda olan bir sənəd şirkət üçün. Yəni şirkət üçün o demək, biznes subyektləri üçün elə demək. Reyestrdən çıxarış.
reyestrdən çıxarış ikinci sənədimiz, üçüncü vöndü, dördüncü nizamlama sənədi. Məsəl üçün. Böyle, Reyestrdən çıxarış nədir? indi biz ona baxaq gör nümunələr hansılar. Bizim hansı nümunələrimiz var. Baxaq. İlk öncə baxaq. Bizim reyestrdən çıxarış sənədimizə baxaq görək nədir. Baxaq. Deməli, bu bizim reyestrdən çıxarış sənədimizdir. Görürsünüz. Zaten Qayə Araşdırma Mərkəzi bu tarixdə qeydiyyat alır. Yəni mən artıq Asan imzanı müraciət eləmişəm, bir şirkət qeydiyyatda çəkilmişəm, öz adı. Görürsünüz qeydiyyat alır. Və avtomatik bunu qeydiyyatda ki, mənə bir vön adı da verirlər. Vön. Bəli. Bu da vön. Bu vön adı həm ayrıca bir vön sənədi verirlər. Ayrıca bir vön verirlər. Bax bunun için görürsünüz. Burada da addadır. Burada hansı ki verici orqanda qeydiyyatda keçməlidir. Həm də görürsünüz, vön də 10 rəqəmli yəni bir koddur. Vön sözü nə deməkdir? Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi. Gördünüz? Yəni mənə bir vön adı açırlar ki, bu kod altında Qayə Araşdırma Mərkəzi fəaliyyət göstərəcək. Həmin an o kodda avtomatik olaraq reyestrdən çıxarışa da yazılır. Sonra burada təşkilat hüququ forması yazılır. Məhdud məsuliyyətli cəmiyyət yazılır. Mali ilin yazdığı kimi adətən standartdır. 1 yanvar 31 dekabr. Hüquqi ünvanı yazılır. Və yazır nizamnama kapitalın miqdarı. 50 manatdır. 50 manatdır. Payları miqdarı nə qədər? 25 pay. Deməli, bir nominal dəyər nə qədərdir? 2 manatdır. Ancaq bura görsün nə yazılır? Elan edilmiş. Elan edilmiş nə deməkdir? Xatırlayırsınızsa biz maliyyə çox dərsini keçəndə orada biz nə keçmişdik? Orada demişdik ki, nizamnama kapitalı vardı, 301 nömrəli hesabımız vardı, ödənilmiş idi. Bir də var 302 nömrəli hesabımız vardı, elan edilmiş idi. Gördünüz? Elan edilmiş nədir? Yəni biz ilk anda dövlət qeydiyyatından keçmək məqsədiylə vergi bir sənədlərimiz verir ki, bax, mən istəyirəm bu adda, bu ünvanda, eləmi? Bu qədər nizamnama kapitalı bir şirkət yaradır. Şirkət vergi də həmin an sənədi verir mənə, deyir, elan elədim ki, bu adda bu miqdar, deyir ki, axı bu məbləğ bunu ödəmək lazım. Mən ödəmədiyimə görə onu mən müddət qədər vaxt verir ki, ödəyək. Təqribən bir ay və 40 günə kimi vaxt verir ki, biz bunu ödəyək. Mən bunu ödədikdən sonra nə olur? O gəlir, avtomatik o mənə ikinci sənədi verir. İkinci sənəd necədir? Burada nə yazırım? Ödənilmiş. Gördünüz? Mən bir də mikro sahibkar yazılır orada. Bəli, mən mikro sahibkarlıq subyektiyəm ona görə. Yəni mikro sahibkar biz onu keçəcəyik. Yəni o sahibkar subyektdən meyyər alır. Mikro var. Orada iri sahibkarlıq var. Bunun hamısını biz keçəcəyik. Bildiniz mi? Kiçik sahibkarlıq. Biz bunların hamısını keçəcəyik. Gördünüz? Yaxşı, bu 50 manatı mən necə ödəməliyim? Bax, bu kassa mədaxil orada. Bu nə sənəd? Bu odur ki, biz adətən bu adı yazıb kassa mədaxil sənədi. Bunu necə əldə edirlər? Bunu müəssisə ilk yaradılandan sonra ilk olaraq gedir möhürünü alır. Bax, biz burada ifadə edirik ki, bu sənədlərdən sonra gedir möhür alması lazımdır. Möhür. Məsələn, biz buraya yaza bilərik ki, ilkin təsis sənədini əlavə, möhürü də əlavə edə bilərik. Çünki biz avtomatik bu sənəd. Buna deyirlər kassa mədaxil orada. Çünki bankın pulların bir hissəsi, müəssisənin pullarının bir hissəsi bankdadır, bir hissəsi də müəssisənin kassasındadır. Bankı bilirik. Təbii ki, bank ona avtomatik çek verir. Kassa üçün isə bu sənədi ciddi hesabat blankı olan sənəddir. Yəni nədir? Bunu xüsusi yerlər var ki, nəşriyyatdır, mətbəədir, onlar hazırlayırlar. Yəni sən nə edirsən? Sən nəşriyyata deyirsən ki, məsələn, mənə 100 dənə bu çekdən lazımdır.
Məsələn, 100 dənə olanda o sənə verir 196 401-dən 196 500-ə kimi. O demək ki, sən 100 dənə belə əməliyyatı yaza bilərsən. Bunun sol tərəfi eyni şeyi yazırsan. Eyni şeyi yazırsan. Sol tərəfi kimdə qalır? Sol tərəf pulu qəbul edən tərəfdə. Kassa mədaxil olur. Kassa o Sağ, birisi alana daxil olur, verilir, düzdür. bəli, sağ tərəfin isə kim ki pulu sənə verir, ona verirsən, o apar özündə, yəni saxlayır. Bu giriş sənədidir. Yəni mal üçün giriş sənədi, mal üçün və ya ödəniş üçün giriş sənədidir. Yəni kassaya pulun daxil edilməsi haqqında. Bu isə çıxış sənədidir. Bildiniz nə deyir? Bu isə çıxış sənədidir. Gördünüz, avtomatik mən bunu da bu bazarda böyük bir, yəni 100 dənə alsa 15-20 manat. Versən, hazırlayırlar, verirlər. Bu artıq yəni burada diqqətli olma. Eyni şeydir. Növbəti məsəl üçün belə bir əməliyyat olsa, başqa bir əməliyyat, məsələn, xidmət haqqı qəbul eləməlisən. Burada artıq burada mən Ağayev Samir Səxavətoğlu yazmayacağım. Məsələn, deyəcəm ki, kimdən qəbul eləmişəm, məsələn, mal satmışam. Alfa MMC. Burada alfa MMC yazacağım, burada alfa MMC. Nə üçün? Məsələn, təlim xidməti haqqının ödənişi. Yazacağım. Nə qədər? Məsəl üçün 300 manat. Burada imza atacağım. Kimsə bunu verəcəm alfa MMC-yə ki, bunun kassa mədaxili qəbz hissəsi yaz. Qəbz hissəsi hər zaman ödəniş eləyənə verir. Bu isə ödəniş qəbul. Yəni sol tərəf ödəniş qəbul eləyəndə, sağ tərəf ödənişi verənə verilir. Bu da olur kassa mədaxil orderi. Yəni bunu biz elektron formada hazırlamaq hələ ki icazə vermir. Bunu xüsusi mətbəələrdən alır. Və əllə yazır, eyni şeylər yazır. O da kassa kitabına tikib məndə. İndi bax, bunu ödədikdən sonra artıq mənə dedim, bu ikinci reyestrdən çıxarışı verdilər. Bir də var ki, bizim nizamnamə sənədimiz. Bax, bu bizim nizamnamə sənədimizdir. Görürsünüz. Bax, burada nə yazılır? Adı, ünvanı. Hətta burada yazılır ki, o nə bilsin? Bax, görürsünüz, burada yazılır ki, nizamnamə 50 manat həcmindədir. Hər biri 2 manat olmaqla 25 paydan ibarətdir. Və pul şəklindədir. Avadanlıq şəklində olsa, avadanlıq kimi yazacaq. Burada yazılır ki, məsəl üçün, Ağayev Samir Səxavətoğlu, yəni 25 pay, məsələn, 50 manat. Bu nizamnamə sənədi elə bir ki, şirkətin nə idi? Konstitusiyası deməkdir. Yəni, burada nizamnamə kapital haqqında məlumatlar olur. Sonra baxırsan, cəmiyyətin fəaliyyəti nədən ibarətdir? Cəmiyyətin ali idarəetmə orqanı nədir? Yəni, bu cür, bunu deyim ki, mən bu sənədi şirkət qeydiyyatdan keçirəm, mən bunu onlayn formatda qeydiyyatdan keçirmişəm. Sənin xüsusi bir şirkətə xüsusi şərtlərin olar. Sən artıq standart şablon yox, xüsusi bir şablon istəyirsənsə, nizamnamə sənədini özün yazarsan, verərsən, belə də ola bilər. Yəni, sən istədiyin kimi də olur. Ancaq elmən onlayn qeydiyyatdan keçsən, sən adətən avtomatik, yəni belə şablon bir də nizamnamə sənədi verilir. Gözü, bu da bizim 3 səhifəli bir nizam. Elə nizamnamə sənədi 10 səhifə də ola bilər, mümkündür. Sonra nə edirlər? Nizamnamə kapitalın ödənişi dedim. Bank çeki vasitəsilə ola bilər. Yəni, banka ödəsən, bank çekin olacaq. Yenə də o bank çekini vergiyə göndərsən, vergi onun əsasında nə edir? O ödənilmiş reyestrdən çıxarış sənə göndərir. Ya da kassa mədaxil olur. Bax, burada göstərdiyim kimi. Ya bankını ödəsən, ya da belə ödəyirsən. Obyektin mülkiyyət sənədi olur. Bundan sonra artisan fəaliyyətə başlayanda sənin ya obyekt özü olmalıdır, ya da icari müqavilə əsasında fəaliyyət göstərməlisin. Ancaq bu obyektin mülkiyyət sənədinin olduğunu görə bunu vergidə də qeydiyyata qoymalısın. Daha sonra bu sənəd vergidə qeydiyyata qoyulur.
Verici bununla bilir ki, sən harda fəaliyyət göstərirsən. Hə, üç obyektin varsa, üçünü də qeydiyyata qoyarsın. Hı hı. Hə, ondan sonra verici deyir ki, bax, mən nəzarət eləmək istəyirəm, sən dövriyyən nə qədərdir? Nəzarət kassa aparatı nə üçündür? Yəni, nəzarət kassa aparatı odur ki, sən mal alış və satışına nəzarət eləmək üçün. Malın satışına, alışına və satışına Nəzarət. nəzarət etmək üçündür. Sonra post terminal. Yəni, post terminal da nə üçündür? Biz bilirik ki, o Nəzarətdir. nə nəzarətdir? Malın alışı və satışı nəzarət. Pulun Hə, pulun. Hə, dövriyyəsinə aydındır. Hə. dövlət nəzarət etmək üçün istifadə edilir. Yəni, bunu adətən olur. Bank hesabının açılması. Bank hesabı deyəndə geri bank hesabda bir hesablaşma. Buna cari hesabda deyirlər. Hesablaşma hesabı deyirlər. Hesablaşma hesabını məsəl üçün bəzi yerlərdə belə görə bilərsən. Hı yazırlar. Belə bir şey yazırlar. Məsəl üçün hesablaşma hesabı. Hı hı. Məsəl üçün. Belə yazırlar. Yəni, hesablaşma hesabı demək. Bu nə üçündür? Müəssisənin cari gündəlik əməliyyatdan köçürmə əməliyyatlarını icra eləmək üçün. İstifadə edilir. Kart hesabının açılması. Biz bilirik ki, kart hesabında bank hesabının fərqi nədir? Kart hesabında bank hesabında biz gedib pul götürsək, gedib birbaşa onu kassadan götürəsi olur. Aydındır. Kart hesabında isə bankomatdan götürə bilirik. Hı hı. Əsas fərqi odur, bilirsin. Yəni, kart hesabının özü də bir bank hesabıdır, onu bilərsiniz. Ciddi hesabat blanklarda demişdi hansı. Ciddi hesabat blankın məsəl üçün demişdi hansılardı, məsəl üçün deydim. Elə birini deyim, məsəl üçün. Demişdik ki, kassama daxil ol deyirdi, məsəl üçün. Hı hı. Bəli. Biri budur, digərlərinə də gələcəkdə baxa bilərik. Hələ ki, bu dərsdə ilkin anlaşdır olduğuna görə burada yəni kifayətdir. Sonra davam eləyək. Ümumi bir dəyərləndirmə eləyək ki, hüquqi şəxsin fərdi sahibkarın fərqi nə oldu? Birinci oldu ki, hüquqi şəxsin reyestrdən çıxarış sənədinin olması oldu. Nizamnamə sənədinin olması oldu. Adının olması oldu. Və xüsusi ad altına fəaliyyət göstərməsi oldu. Səhm anlayışının olması oldu. Yəni, sabah ki, fərdi sahibkar bir bazara çıxmaq istəyirsə, ad altına çıxa bilmir. Niyə? Çünki ona görə çıxa bilmir ki, onun səhm anlayışı yoxdur. O səhm bazarına çıxa bilmir. Niyə? Çünki səhm anlayışı şirkətlərdə var. Dividendin fərdi sahibkar əhatə etmə məcburiyyəti yoxdur. Yəni, dividend nə idi? Dividend o ki, biz maliyyə çoxundan keçmişdik. Gəlirdən xərclər çıxırdıq. Ümumi mənfəət qaldı. Ümumi mənfəət 20% mənfəət vergisini çıxırdıq. Qaldı xalis mənfəət. Xalis mənfəətdən də çıxırdıq.
Xalis mənfəətdən isə biz, yəni dividendi çıxdıqdan sonra bölüşdürülmüş mənfəət. Bölüşdürülməmiş mənfəət alır. Bəli. Dividend nə idi? Dividend o ki, fərdi sahibkarın, fərdi Özünə. sahibkarın, bəli, fərdi sahibkarın əldə etdiyi öz biznes fəaliyyətindən, şirkətin səhmdarının, yəni bu şirkətin fəaliyyəti nəticəsində əgər şirkət xalis mənfəət əldə edirsə, oradan götürdüyü paydır. Və bir öncədən bir ancaq dividendin olması üçün mütləq səhm anlayışının olması lazım. Fərdi sahibkarda bu anlayış yoxdur. Nə qalsa hamısını götürə bilər. Niyə? Çünki fərdi sahibkar bir nəfər, şirkətdə bir neçə nəfər ola bilər. Sonra fərdi sahibkarlar statistika orqanında qeydiyyatda keçmə məcburiyyəti yoxdur. Nədir? Statistika orqanı Dövlət Statistika Komitəsidir. Yadda saxlayın. Statistikan müəssisələr altdan, yəni hesabatları verə-verə verirlər. Dövlət Statistika Komitəsi bunları yığır, ölkədə bir statistika tərtib edir ki, dövlətin iqtisadi siyasətinə yön vermək üçün. Yəni fərdi sahibkarlar belə ki, bir qeydiyyata keçmə məcburiyyətləri yoxdur. Ancaq hüquqi şəxslər mütləq keçməlidir. Biz gələcəkdə onunla bağlı ola bir dərsimiz olsun. Hələ ki, bu qədər, yəni onun cərimələri də var. Hələ ki, bu hissəyə, bu dərsdə, ilkin dərsimizdə toxunmayacaq. Sonra vergi ödəyicisi kimdir? Nə deyək? Vergi ödəyicisi 13-cü maddə. Bura kimi izah elədiklərimiz veriz o fərdi sahibkar və hüquqi şəxs anlayışını açmaq üçün. Vergi ödəyicisi bu məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergi tutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. Görürsən, şəxs sözü. Şəxs sözü nə deməkdir? Biz yuxarıda şəxs sözünü nəzərdən keçmişdik. Şəxsə nə tərif etmişdik? Baxın, demişdik ki, İstənilən fiziki və hüquqi şəxs. Fizik şəxs də ola bilər, hüquqi şəxs də ola bilər, qeyri-rəzi daimi nümayəndəlik və digər filial da ola bilər, hamısı. O bizə şəxs anlayışını verir, bildiniz mi? Yəni, vergini ödəməli olan, yəni vergi yükümlülüyü olan, o öhdəlik olan şəxs. Görürsünüz, burada da onun təkrar anlayışını, izahını verir. Mala necə tərif verir? Ümumiyyətlə, malı mən, ümumi malın tərifi belədir. Müəssisə üçün faydalığı olan istənilən bir şey mal statusunda ola bilər. Yetər ki, onun faydalılığı olsun. Məsəl üçün, tutaq ki, biz zibil tullantılarını atırıq digər bir tərəfə. O bizim üçün mal deyil. Ancaq o təkrar emal üçün maldır. Düşünək, onun faydasını görəcək. Və yaxud biz dəmir qırıntısını atırıq gedir. Ancaq dəmir qırıntısını toplayıb ondan metalan kimi istifadə edənlər, armatur istehsal edənlər və yaxud başqa bir ağır sənədlə tank istehsal edənlər bu maldır. Mala ancaq bu ümumi mənasıdır. Ancaq vergi nə deyir? Vergi görə malı necə tərif edir? Hər hansı maddi və qeyri-maddi əmlak aktiv. Yəni, aktiv çox böyük anlayışdır. Əmlak ondan aşağı bir anlayışdır. Deməli, mal maddi də ola bilər, qeyri-maddi də ola bilər. Gördünüz, bunu biraz açır. Yəni, nə demək? Qeyri-maddi aktivlər nədir? Qeyri-maddi aktivlər sənin lisenziyan da ola bilər. Lisenziyan olsun. Patentin də ola bilər. Biz və yaxud mən ticarət nişanı da ola bilər. Bunlarımızın mal mayı. O cümlədən deyir, elektrik, istilik enerjisi, qaz və su. Bunlar da mal hesab edilir. Bu hissəni əlavə dəyər vergisinin məqsədlər üçün qeyri-maddi aktivlər
pul vəsaiti və torpaq mal sahibi. Biz bunun qarşıda ədəbiyyat dərsində, yəni növbət dərsində keçəcəyik. Sadəcə bu dərsdə bu qədər kifayətləndik ki, mal nədir? Təqdim etmə anlayışına biz nəzər keçirmək lazımdır. Çünki bu təqdim etmə anlayışı deyəcək elə hər tərəfdə təqdim etmə anlayışı üzərindən gedir. Yəni satış anlayışı yox, təqdim etmə anlayışı üzərindən gedir. Görək bu təqdim etmə anlayışı nədir? Nələr daxildir? Bir, təqdim etməyə üç alt bölməyə bölə bilərik. Alqı-satqı müqaviləsi satış. Nə deməkdir? Bir müəssisə digər müəssisə ilə alqı-satqı müqaviləsi, ticarət müqaviləsi olur və satış. Ticarət müqaviləsi olması nə deməkdir? Mən ona mal verirəm, qarşılığında pul alıram. Və ya tam tərsinə, mən ondan mal alıram, qarşılığında pul ödəyirəm. Aramızda müqavilə var. Yəni bir tərəfdə pul var, bir tərəfdə mal var. Bu bir. Alqı-satqıdır. İkinci müqavilə deyə bilərik ki, barter müqaviləsidir. Barter nə deməkdir? Barter odur ki, hər iki Dəyişmə. tərəfdəki maldır. Bir tərəfdə pul yoxdur, hər iki tərəf mal. Yəni Bəli, nə bir-birindən deməkdir? dəyişmə malı. Bəli. Bəli, o deməkdir ki, elə malın o birisində pulla mal mübadiləsi, bunda malla mal mübadiləsi. Deməli, Bəli. o digər pulun yerinə mal keçir. Bildiniz nə deyirəm? Ona görə də o da satış hesab edilir. Hı-hı. Yəni, təbii ki, iqtisadi cəhətdən belə idi ki, yəni əvvəllər fərz eləyək, pul olmayan cəmiyyətlərdə də insanlar bir-birinə, yəni malın malla olması da bir satış əməliyyatıdır. Sonra insanlar pul qoydular ki, yəni bölüşdürə bilməyibdilər və pulların özü sonradan icad edilibdir. Bəzi deyir, bu şuurlu formada icad edilmiş. Bəzi deyirlər ki, yox, bu təkamül nəticəsində olan bir şeydir. Digər bir yolla təqdim etmək. Digər yol nədir? Bax, onlar bunlardır. Görək nələr. Əvəzsiz təqdim etmək. Yəni nədir? Vergi üçün fərqi yoxdur. Təqdim etmə. Yəni sən onu digərinə əvəzsiz təqdim etsən də, götür apar, verirəm sənə. Hədiyyə deyiləsən, xarab da olsa, əksik də gəlsə, təbii itki də olsa, bunların hamısı təqdim etmə sayılır. Yəni təqdim etmək üçün də alqı-satqı da var, barter də var, digər yolun təqdim etmə də var. Yəni vergi deyir ki, sən satmısan və kiməsə hədiyyə eləmisənsə, o bir növ deyir səni bağlayır da, məni bağlamaz. Deyir ki, mənim vergimi ödəməlisən. Hı-hı. Və amortisasiya olmadan uçotdan silmə. Nə deməkdir? Bir məhsul 5 il amortisasiya olmalıdır. Nə deməkdir? Yəni amortisasiya nə deməkdir? Məhsulun, yəni bir şeyin xərcin istehsalın dəyərinə daxil edilməsidir. Və həmin şeyin dəyərin azaldılması. Deyir ki, 5 il olmalıdır, sən 4 il, 1 il tez silirsən. Deyir ki, 1 il tez silmirsən, o demək ki, sən öncədən onu xəstlərə daxil eləmişsin deməkdir. Xəstlərə daxil elində nə deməkdir? Bu o deməkdir ki, xərci sən şişirtmirsən. Xərcin də şişməsi nə deməkdir? Mənfəət vergisinin az ödənilməsi deməkdir. Mənfəət anlayışında biz bilirik ki, əldən çıxılsın xəstlər. Və yaxud qeyri-kommersiya məqsəd üçün istifadə. Yəni, sən bir yeri xeyriyə məqsəd üçün bir şey verirsənsə, qeyri-kommersiya məqsəd olsa da belə, deyək ki, onu təqdim etmə kimi hesablayır, sənə vergi təyin edir. Təbii ki, orada müəyyən istisnalar ola bilər, ancaq ümumi vəziyyət belə. Bəzi yerlər mən izah eləməyə bilərəm, çünki bu maddələr qarşıdakı ilə bağlıdır. Verginin belə bir məcəlləsinin belə bir şeyi var. Yəni, bir maddə digər maddəni izah edir. Yəni, şərh edir. Bəzi maddələr, bəzi maddəni izah edir. Bəzən termin həmin maddəni izah edir. Ki, terminlə əlaqəli nəzərdən keçirmək lazımdır. Yəni, vergidə belə deyil ki, ümumən, o ki, vergi növlərin məcəllədə bir yerə yığılır, razıyıq. Yəni, hər vergi növləri. Ancaq bir maddə ilə digər maddənin əlaqəsini hər zaman tutuşturmağa məcbur.
Yəni elə bilirsən ki, bəzən yəni e, ya əks ola bilər və biz e, əks başa düşər. Ona görə onları eyni anda bir tarazlı formada, bir-birini müqayisəli formada ortaya qoymağa məcbur ki, doğru bir nəticəyə gəlir. Təqdim etmə anlayışı onu necə tərif verə bilər? Təqdim etmə anlayışını mülkiyyət hüququnun qarşı tərəfə keçməsi və yox olması kimi də tərif etmək olar. Mülkiyyət hüququnun qarşı tərəfə keçməsi nə deməkdir? Bu deməkdir ki, mən onu qarşı tərəfə satmışam. Böyle öyle Yox, olur. yox olması nə deməkdir? Yox olması o deməkdir ki, mən onu bir şey amortisasiya elədim, yox oldu. O demək ki, o artıq təqdim etmədi. Hı hı. Çünki vergi məcəlləsi hara baxsaz təqdim etmək, çünki təqdim etmək böyük bir anlayışdır. Yəni bu bir növ məsələn qarşısını alır ki, yəni sən kiməsə hədiyyə də versən, xarab da olsa, təbii ki də olsa, bəs təqdim edirsən də mən onu vergi tutma obyekti hesab ediləcək, mən onu sənin satış kimi qəbul edirəm. Yəni demək istəyir ki, sən xeyriyyətçilik adı altında eləyəsən, mənim vergim azalacaq. Mənim vergimlə işin olmasın sən. Deyir, yəni mən icazə verməm. Hətta qeyri-kommersiya məqsədlər üçün müəyyən halda istisna olmaq şərti ilə biz də qarşıda baxacağıq. Elektron qaymə nədir? Hə. Bu elektron qaymə faktura deyilən bir sənəd, satış və alış əməliyyatını təsdiq edən ölkə daxili ödəniş sənədi və mütləq tələb və elektron formada olur. Vergin sistemində olur. Bir də var hesab fakturu. Invoice deyirlər buna. Yəni invoice deyirlər və yaxud hesab fakturu. Yəni invoice nə demək? Haqq hesab deməkdir. Haqq hesab demək. Yəni yenə bu satış və alış əməliyyatını təsdiq edən ödəniş sənədi. Bu da ödəniş sənədi. Bu ölkə daxilidir. Bu isə həm ölkə daxili ola bilər, həm ölkə xarici ola bilər. Ancaq bu ölkə daxili üçün mütləq sənəddir. Yəni bir digər müəssisədən alsa bir əmlak və ya satsa bir-birinə qaimə göndərməlidir. Çünki satış təyin edilir. Ölkə xaricində isə bu keçərli deyil. Niyə? Bu bizim ölkənin yaratdığı bir sənəddir və ölkə üçün keçərlidir. Ölkə xarici beynəlxalq statusda fəaliyyət göstərmək üçün isə hesab fakturu invoice anlayışından istifadə edir. Invoice'in içində adətən nələr olur? Məsələn, invoice sənədində məsəl üçün nələr olur? Adətən. Adətən aşağıdakı məlumatlar qeyd olunur. Bir, alan və satan tərəfin adları, ünvanları. Vönləri de qeyd olunur müəllim. Yönləri olunur, ancaq mütləq bir yəni şərt olmaya bilər. Hı hı. Qeyd oluna bilər. Sonra hər iki tərəfin möhürləri olur. Hı hı. Yəni alış-satışın predmeti olur. Yəni nə deməkdir? Yəni məhsulun məsəl üçün adı ola bilər, məsəl üçün ölçüsü ola bilər, adı ola bilər, ölçüsü ola bilər. Bildinizmi? Yəni bu məlumatlardır və s.
Sonra məsəl üçün deyək ki, burada bir dənə sonra tarixi olmalı mütləq. Tarix. Sənədin tarixi. Bu bir. Sənədin tarixi. Sənədin nömrəsi. Mütləq sənəd. Yəni bir çıxış sənədi olmalıdır. Və s. və s. Yəni bunlar gələcək dərslərimizdə buna aid nümunələr göstərəcəm. Yəni aydın oldu. Hı hı. Yəni və yaxud əlavə olaraq hər kitabın təbii ki, möhürləri olur. Bir də ödəniş eləmək üçün nəğsiz formada olur adətən. Ölkə xalqı. Nə lazımdır? Ha, böyle banka hesabı. Rekviziti. Rekvizitlər. Sonra Aydın. yadda saxlayın. Invoice, müqavilə əsaslı. Ondan əvvəl nə olmalı? Müqavilə olmalıdır. Hı hı. Eləmi? Müqavilənin tarixi və nömrəsi. Hı hı. Düşünüyor. Yəni müqavilə olub ki, haqq hesab ortaya çıxıb da. Yəni orada yazırlar Elbette. ki, bax, bizimlə sizin aranızda olubdur, filan sayılı müqavilədir. Bu da möhürlərimiz, bu da bank hesabı. Deyir ki, mən sənə satmışam malı. Sən də ödəniş elə. Bu ödəniş təsdiq edən sənəd. Bir-birinə göndərirlər ki, bəlkə yəni niyə bank rekviz istəmir? Bəlkə onun 3 bank hesabı var. Hansı yazsa həmin hesabı ödəyəcəklər. Malların təqdim edilməsində nələr daxildir? 3, 13, 2, 10-cu maddə nə deyir? Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi. Malların satışı, malların mübadiləsi, yəni bu barterdir. Bu Hı hı. sırf ticarətdir. Hədiyyə verilməsi, tamamen natura şəklinin əlində əmək haqqının ödənilməsi və natura şəklində ödənilən əməliyyatlar, ödəmələr. Yəni nə deməkdir? Tutaq ki, müəssisələr də olur da. Əmək haqqının müəyyən hissəsi natura şəklində verilir. Tutaq ki, məsəl üçün deyirəm də, qida sənayesində olan məhsullarla məşğuldur. Konserv olsun, məsələn, makaron olsun, digər olsun, məsəl üçün. Yəni, deyə bilər ki, mən yəni öz işçisinə maya dəyərinə verə bilər, o da işçiyə də sərf eləyər. Ona da sərf eləyər ki, ambarına mal qalmasın olsun. Müəyyən endirilmiş şərtlə verə bilər. Həm də işçilərə də maraqlı olsun ki, müəyyən şeylər ucuz ala bilir. Yəni, deyirsən, öz işçisinə də versən belə, onun əmək haqqı təqdim etmə hesab edəcək. Yəni, onun əmək haqqısı hesab edilir dolayı. Bunlar da məsəl üçün digər maddələrdir. Hələ ki, bura çox da ehtiyac yox. Ha. Xidmət. Xidmətə görə necə tərif edilir? Malların təqdim edilməz halini görürsünüz. Yəni, yuxarıda malların təqdim edilməz, nəticələr maddə ifadə kəsb etməyə fəaliyyət. Yəni, malların təqdim edilməsi olmasın, başqa istənilən ifadə. Təlim xidməti ola bilər, bank xidməti ola bilər, IT xidməti ola bilər, mühasibat xidməti ola bilər, bu cür. Gəlir anlayışımızda biz tərif vermişdik ki, ümumən iqtisadi sərmayələrin artımı. Vergi görə necə tərifdir gəlir anlayışını? Görürsünüz, bu sol tərəfində olan maddələrin, yəni dəqiq nömrələrdir. Deyir ki, malların, mal anlayışı içində iki şey daxil. İşlərdə yazır, xidmətlərdə yazır. Malların, işlərin, xidmətlərin təqdim edilməsi, görürsünüz, yazmır satışı, təqdim edilməsi. Təqdim edilməsinə bağlı əməliyyatların ümumi dəyər. Ümumi dəyər nə deməkdir? Ümumi dəyər o deməkdir ki, baxın, ümumi dəyər o deməkdir ki,
miktar vursun gəlir demək. Ümumi dəyər o demək. Yəni demək sən bir şey satmışsansa, bununla bağlı sən gəlir əldə eləmisənsə, Bu ümumi dairəyə daxildirmi? bəli, ümumi dəyər daxil. Hə. Aydın. Və ardında deyir ki, ha belə satışdan kənar gəlir. Baxın, satışdan kənar gəliri nə demək? Satışdan kənar gəlirdir. Yəni gəlir anlayışı üçün təqdim edilən malın ümumi dəyər daxildir. Bir də satışdan kənar gəlir daxildir. Satışdan kənar gəlirlərə nə daxildir? İndi ona baxaq. Deyir ki, digər müəssisənin fəaliyyətinə payçı kimi iştirakdan gəlir. Bir müəssisə digər müəssisənin səhmini alır. Payçı kimi iştirak edir. Yəni nə deməkdir? O demək ki, həm müəssisənin dividend əldə edir. O da satışdan kənar gəlir. Həm öz ticarət fəaliyyətində, həm başqa müəssisələrə ortaq olur. Sonra müəssisəyə məxsus səhmlər, istiqrar və digər qiymət kağızlarının əldə olunan gəlirlər. Müəssisənin səhm sata bilər, istiqrar çıxarda bilər, digər qiymət kağızları əldə eləyə bilər, onu sata bilər. Səhmin istiqrazın fərqi nədir? Səhm mülkiyyət hüququnu təsdiq edən sənəd. İstiqrarsız yox. Səhm odur ki, sənin nizamnama kapitalında payçı kimi hüququn var, dividend əldə edirsən. İstiqraz odur ki, müəssisə deyir ki, mən qiymət kağızı çıxardıram 1000 manatdır. Bir il sonra məsəl üçün bunu siz qaytarsanız geri, mən onun üzərində 100 manatsa faiz verəcəm, mümkün. Burada da tam tərsinədir. Bir müəssisə digər müəssisə istiqrazını ala bilər. İstiqraz alma nə deməkdir? O demək ki, istiqrazını alır, bir il sonra həmin kağızı qaytar geri, çekini qaytar, istiqrazı qaytar geri, ona 1100 manat verir. Yəni dolayı yolla istiqraz nə demək? Bir müəssisənin digər müəssisə faizli borc verməsi demək, sadəcə qiyməti kağız vasitəsilə. Səhmdə nədir? Səhmdə o ki, bir müəssisə digər müəssisənin səhminə sahib olur. Ortağı olur ki, səhmdə dividend anlayışını ortaya gətirir. Həmçinin, məsəl üçün, deyir ki, mal və xidmət istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən gəlirlər. Bura daxildir. O cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ. Cərimə və zərərin ödənilməsi də yəni satışdan kənar gəlir hesab edilir. Sonra xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi. Xarici valyuta nədir? Tutaq ki, dollardır. Hal-hazırda manatın dollar 1.70. Azərbaycanda da yeganə ödəniş vasitəsi dollar, manatdır. Bu, həm yəni konstitusiyada yazılıb ki, yeganə ödəniş vasitəsi manat. Yəni, tutaq ki, bir müəssisə digər müəssisəyə pul ödəyirsə, ödəniş edirsə, bunu dollarını eləyə bilməz. Bunu manata çevirib, manat üzərinə edəməlidir. Əks halda Qanuni deyilməliyim. Bəli. Əks halda manat dəyərsizləşərdir. Hə, aydındır. Bəli. Niyə? Yəni, hamı get dollarını elə, manat heç kim istifadə edilməz. Deyir, eləmək istəyirəm. Mən bəs bu məsələn, indi dil şirkətlər, elə şirkətlər var ki, xarici şirkətdir, müəllim. Yenə də onlar da manat. Yox. Xaricidə bir problem yoxdur da. Xarici dollar hesabını ödəyir. Söz elə, o maraqlıdır mənə. Bəli, dollar hesabını rahatsızlığını ödəyir. Ölkə daxilinə söhbət gedir, bilirsən? Bəli. Tamam. Və yaxud bank, məsələn, Mərkəzi Bank haqqında qanunvericilikdə də, yəni orada yazılır ki, sən yeganə ödəniş vasitəsi manat. Aydındır. Hə. Yəni onun artan məzənnə nədir? Onu izah edəcəyik biz. Artan məzənnə odur ki, biz hal-hazırda 100 dollar 1.70. Məsələn, fərz eləyək ki, gəlirlərin bir hissəsi dollardadır. Təqribən fərz eləyək 1000 manatlıq dollarda pulu var. Bugünkü kursunu eləyir 1700 manat. Sabahsı günü devalvasiya oldu.
manat dəyərdir. Dəyəri itir. O, orada oldu 1,7 olmalı, oldu 2 manat. Nə Bəli, deməkdir? O deməkdir ki, 1000 dollar oldu 2000 manat. O bəli. deməkdir ki, o 300 manat var, yəni 1700-dən, yəni 2000 manat arası. 300 manat sənin satışdan kənar gəlir. Aydındır, Satışdan aydındır. kənar gəlir nə demək? O da vergiyə cəlb ediləcək. Aydındır. Bəli. Qanunvericiliyə uyğun olaraq iddia müddəti keçmiş kreditor borc məbləğləri. Nə deməkdir? Yəni debitor nə? Debitor o ki, mən bir şey satırdım, alacağım yaranırdı. Kreditor borc nədir? Mən bir şey alırdım, verəcəyim yaranırdı. Bəli. Bəli. İddia müddəti nədir? Yəni sən onu zamanı gözləyirsən, iddia müddəti baş vermir. Yəni sən onu bununla bağlı məhkəməyə müraciət eləmirsən. Eləmir. Bu zaman sən qarşı tərəfə ödəniş eləməlisən. O da eləmir məhkəməyə. Sən qarşı tərəf 3 il müddətini ödəməlisən. Ödəmirsən. İddia müddəti də bitir, o da məhkəməyə verir. Yəni dolayı ona sən borcu, öhdəliyi vaxtını ödəmirsənsə, deməli əlavə pul qalır səndə. Dövlət deyir ki, Bəli. pul qalıbsa, o sənin gəlirindir. Vergini ödə. Yəni öhdəliyin vaxtında qapanmaması, ödənilməməsi dolayı ona gəlir hesab edir. Hı -hı. Bir də deponent borc məbləğləri var da. Məsələn, bir layihə ola bilər. Orada işi yekunlaşdırmazsan, sənə bir o 5 manat pul verilməlidir. Hə, sənə verilməlidir, ancaq sən işi tam yekunlar. Baxıb işi yarımçıq görmüsən də məsəl üçün. Həmin an sənə 300, məsələn 3000 verə bilər, 2000 deyər ki, deponent, girov kimi saxlayırlar. Zəhmət olmaz, işi yekunlaş, layihəni yekunlaş da o 2000 manatı verilir. Bu da deponent borc məbləği. Bugünkü dərsimiz bura qədər. Oldu müəllim.